Salam uşaqlar. Demək biz bugün sizlə bölmə olaraq distracting questions haqqında danışacağıq. Demək olar ki, toplu ikinci hissənin ən asan bölməsidir. Zaman dərsini başa düşmüş uşaqlara təbii ki. Distracting questionda məsələ nədir? Ümumiyyətlə biz bilirik ki, cümlənin 4 növü var. Nəqli cümlə, sual cümləsi, nida cümləsi və əmr cümləsi. Sual cümləsi isə özü 4 yerə bölünür. Ümumi, xüsusi, alternativ və distracting question. Biz də danışacağıq bugün disjunctive question haqqında. Disjunctive question bizdən nə istəyir? Deyir ki, bir cümlə daxilində olan ayrıca suallarda birincisi təsdiqdədirsə, ikinci isə inkarda olmalıdır. Və yaxud da birinci isə inkarda olarsa, ikinci isə təsdiqdə olmalıdır. Yəni burada çətin heç bir şey yoxdur. Sadəcə cümlənin zamanını tutmaq lazımdır ki, əgər cümlə indiki zamandadırsa, biz onda do does'la işləyəcəyik. Yox, cümlə gələcək zamandadırsa will-lə, keçmiş zamandadırsa did-lə, indiki bitmiş zamandadırsa ona have has-lə sual verəcəyik. Keçmiş bitmiş zamandadırsa had-lə. Cümlə hərəkətsiz cümlədirsə, cümlə sadəcə to be ilə ifadə olunsa, biz ümumiyyətlə belə bir həmişə qayda işlədirdik ki, любой cümlənin положенияsında, əgər cümlədə to be varsa, o cümlənin положенияsına to be-nin özü baxır da. Məsələn, to be də nə idi? Am is are idi, was were idi, gələcək zamanda will be idi. Baxıram birinci sualıma. Christmas is celebrated. Görürəm ki, cümlədə to be var. Demişdik ki, to be varsa, to be özü həll eləyir. Və birinci isə təsdiqdədirsə, ikinci isə mütləq şəkildə inkar atmalıyam. İnkar olan variant isə B variantıdır. İkinci cümlədə oxuyuram və o dəqiqə oxuyan kimi arrivedəki idi gözümə sataşır. Və baxıram ki, cümlə keçmiş zamandadır. Keçmiş zamanda did-lə sual verirdim. Birinci isə təsdiqdədirsə, ikinci hissəni inkara çevirirəm. Ona görə B variantı qalır. Tərcüməsini bilmək istəsəz, məsələn, deyir ki, sənin əmin Türkiyəyə dünən çatdı, elə deyil. Yəni, mən cümləyə fikrimi deyirəm və səndən təsdiqləməyimi gözləyirəmişəm kimi bir şeydir. Üçüncü cümlədə blue-a baxıram. Blue baxıram ki, keçmiş zamandadır. Çünki indiki zamanda blow olmalıdır. Görürsünüz, zamanlarda regular, irregular, qaydalı-qaydasız fe'lər bilmək nə qədər mənə burada kömək olur da. Cümlə keçmiş zamandadır. Artıq mən bilirəm ki, o did-lə sual verməliyəm və birinci hissə təsdiqdədirsə, ikinci hissəni inkar atmalıyam. Dördüncü cümlədə baxıram ki, cümlədə yenə to be var. To be varsa, любой cümlədə to be varsa, to be özü həll edir məsələni. Və cümlədə bir də baxıram ki, never var. Demək ki, birinci hissə nədədir? İnkardadır. Onda avtomatik ikinci hissə təsdiqdə olmalıdır. Təsdiqdə olan variantım isə mənim are, C variantını götürəcəm. Beşinci sualda drinks. Baxıram ki, indiki zamandadır. İndiki zamanda özə feilin sonunda s olanda artıq ona normalda indiki zamanda do ilə sual verir. Amma üçüncü şəxs təkində does-la sual verir. Və baxıram ki, hələ yanında never də var. Yəni demək ki, birinci isə inkardadır, ikinci hissəni təsdiqdə verməliyəm və does-la verməliyəm. Düzgün cavabım ona görə A variantı qalır. Keçirəm 6-cı sualıma. 6-cı sualda deyir ki, we have got a lot of chairs. Demək, biz nəyə bilməliyik uşaqlar? Have 3 cür işlənmə forması var have-in. Have işlənə bilər əsas feil kimi, modal verb kimi və indiki bitmiş zaman kimi. Məsələn, deyəndə ki, I have a sister. Baxın, I have a sister. Bag verim. Çox yerim yoxdur. I have a bag. Görürsünüz, have burada tək işlənib. Have tək işlənirsə, demək o əsas feil kimi işlənir. Və əsas feil kimi işlənəndə ona do ilə does-la sual veririk. Yox, əgər görsəz ki, have-in yanında to var, I have to go məsələn. Bu modal verb kimi işlənir. Çünki have-in yanında nə var? To var. Və have to demişdik ki, aşk yaşayırlar. Onlara ayırmaq olmazdı. Ona nə ilə sual verəcəksiniz? Do ilə. Əsas feillə nə ilə sual alacaqsınız? Do ilə. Amma yox, görsəz ki, have-in yanında feilin üçüncü forması var. Demək, o indiki bitmiş zaman kimi işlənir və sualı da inkarda özü düzəldəcək. Yəni, have qabağa keçəcək, have-dən sonra not artıracaqsınız. Görürsünüz, burada have-in yanında got var. Və görürsünüz, have-in yanında got var. Demək ki, feilin üçüncü forması var da, get, got. Demək ki, have-in özü sual verib, özü də inkar verəcək. Birinci hissə təsdiqdəsə, ikinci hissə inkar atmalıyam. İnkar olan isə D variantıdır. Getdi də həmçinin. Birinci isə təsdiqdəsə, ikinci isə inkar atmalıyam və have-dən sual verməliyəm, Y variantı. 8-ci sualda cümlənin zamanına baxıram. Work. Work indiki zamandadır. Məsələn, 9-da like indiki zamandadır. 10-cu sualda enjoy indiki zamandadır. Want indiki zamandadır. Yəni, feil sadə şəkildə gəlibsə, I work, you like, nə bilim, he enjoys. Bunlar indiki zaman bildirir. Və cümlənin birinci hissəsi təsdiqdədirsə, ikinci hissəni inkara verməliyəm. İndiki zamanda ilə sual verirdim. Do ilə. Görürsünüz, eyni tip suallardır bunlar. Hamısında don't say bu formada olacaq. Burada isə Carol's children enjoy cartoon, don't say elə deyilmi?
11-ci sualda yenə indiki zamandadır. İndiki zamanda do does'dan sual verir. Birinci isə təsdiqlənirsə, ikinci isə inkar atmalıdır deyə B variantı. 12-ci sualda artıq görürsünüz to be'nin forması var. 13-də to be'nin forması var. Demək ki, to be'nin özü ilə cavab verəcəksiniz deyə düzgün cavabımız 12-də D variantı qalır. 13-cü cümlədə isə amma neither də var. Neither nə bildirir? İnkarlıqdır və bura inkardırsa, bura təsdiqdə olmalıdır. Are Z variantını götürəcəyik, A variantını yəni. 14-cü sualda cümlənin sonunda id var. İd varsa keçmiş zamanı bildirir və keçmiş zamanı da didlə həll edirik biz. 15-ci sualda yenə donateddə id var. İd varsa didlə həll edirik. 16-cı sualda begins indiki zamanı bildirir. İndiki zamana do does'la məsələni həll edirik. Birincisi təsdiqlənirsə, ikincisi inkar atmalıyam deyə B variantı doğru cavabdır. 17-ci sualda bu cümlədə to be'nin formaları biz bilirik axı must'dır, can'dir, may'dir, should'dur, need'dir. Bunlar özləri sual verib özləri də inkar yarada bilirlər deyə must'ı qabağa keçirəcəyik yaxud da və sual verir yaxı hələ. Ona görə bura təsdiqlənsə, bura inkara verəcəm. Mustn't. Növbəti sualda assisted keçmiş zamandadır deyə keçmiş zamana didlə veririk. Sonra has written. Görürsünüz, has'in yanında V3 var. Has'in yanında V3 varsa özü sual verib özü də inkar yaradır. Birinci isə təsdiqlənsə, ikinci isə inkarda olmalıdır. Ona görə hasn't he variantı doğrudur. 20-ci sualda visited idi var sonunda və keçmiş zamanda olduğuna görə didlə həll edirik məsələsini. 21-ci sualda ignores indiki zamanı bildirir. İndiki zamana do does'la məsələni həll edirik və biz bir qaydanı yadda saxlayın ki, uşaqlar rarely inkarı bildirir. İnkarı bildirdiyinə görə birinci isə inkardadırsa, ikinci isə təsdiqdə olacaq. 22-ci sualda behaved keçmiş zamandadır. Keçmiş zamana didlə həll edirik. 23-cü sualda will organize gələcək zamandadır. Birinci isə təsdiqlənsə, ikinci isə inkara verməliyəm və will'in də inkarı want olacaq. 24-cü sualda attract keçmiş zamandadır. Keçmiş zamanda olduğuna görə didlə həll edirik məsələni. You admire, sən heyran olursan. İndiki zamandadır. İndiki zamanda birinci isə təsdiqlədirsə, ikinci isə don't-la verəcəyik. 26-da supported yenə keçmiş zamanı bildirir. İdi olduğuna görə birinci isə təsdiqlənsə, ikinci isə inkara verməliyəm. 27-də should respect. Should varsa modal verbdir. Modal verb özləri sual verib, özləri də inkar yaradır. İkinci hissəni inkar atıram deyə Y variantı olacaq. 28-ci sualda sounded. Görürsünüz, keçmiş zamandadır. Keçmiş zamana yenə didlə həll edirik. Prepared. Didn't say. Often share. Amma bir şey diqqətli oluna baxına təsdiq inkar olmağına. Mən 28 ilə 29-da baxdım ki, did başqa variantlarda yoxdur. Did Zayd ola bilərdi. Bəlkə cümlədə never var idi, bəlkə no var idi. Mən onu görmədim. Ona görə diqqətli olmaq lazımdır. 30-da share indiki zamanı bildirir. İndiki zamanı da ya do ilə veririk, ya da don't-la veririk. Görürsünüz, A da var, C də var. Baxıram ki, birinci isə təsdiqdədirsə, ikincisi inkarda olmalıdır deyə C ilə verəcəm. 31-ci sualda cares indiki zamandadır və indiki zamana do does'la həll edirik. Ya A'dır, ya D'dir. Cümlə təsdiq cümləsi olduğuna görə ikincisini inkar atmalıyam. 32-də felt keçmiş zamanı bildirir. Bu arada feeling keçmiş zamandır. Feel isə hiss etmək deməkdir. Keçmiş zamanda isə yalnız bir variant var, o da A variantıdır. 33-cü sualda görürsünüz organizeddir, amma qabağında have də var. Have organized indiki bitmiş zamana girir. İndiki bitmiş zamanda həmişə have'ın özü ilə sual və inkar düzəldirik. Birinci isə təsdiqlənsə, ikinci isə inkar atacağım. 34-də isə protects indiki zamandadır. Feilin sonunda S olanda indiki sadə zaman bildirir. Birinci isə təsdiqlənsə, ikinci isə mütləq şəkildə inkar atmalıyam. Və burada danışır ki, yeni qanun yeniyetmələrin hüquqlarını müdafiə edir, elə deyilmi? 35-də found keçmiş zamanı bildirir. Keçmiş zamana didlə sual verir. Görürsünüz, B-də də var, D-də var. Baxıram, birinci hissədə inkarlıq heç bir şey görmədiyimə görə, demək ki, birinci hissə təsdiqləsə, ikinci hissə inkar da verməliyəm. 36-da speaks indiki sadə zaman bildirir. İndiki sadə zamanı da does'la sual verir. Planted keçmiş zamanı bildirir. A-da da var, Y-də də var və baxıram ki, birinci isə təsdiqlənsə, ikinci isə inkar da verməliyəm. Has improved indiki bitmiş zamanı bildirir. İndiki bitmiş zamana has'dan sual veririk. Birinci isə təsdiqlənsə, ikinci isə inkarda olmalıdır. 39-cu sualda protested keçmiş zamanı bildirir. Keçmiş zamana didlə sual verməliyik. Y variantı. Found keçmiş zamanı bildirir. Baxıram ki, söhbət kimdən gedir? Mübtədəm nədir? Mənim she'dir. Ona görə it verə bilmərəm. A variantı götürürəm. Y variantı amma itlə vermişdi. 41-də support indiki sadə zamanı bildirir. İndiki sadə zamana do ilə sual veririk. Birincisi təsdiqlənsə, ikincisi inkarda olmalıdır deyə don't say olacaq.
42-ci sualda artıq can'ın özü var. Can'di, must'dı, may'di, should'du, need'di. Bax görürsüz must'dı. Bunlar hamısı özləri sual verib özləri də inkarı yaradırlar deyə. 42-yə A variantını götürəcəm. Nəyə görə? Çünki birincisi təsdiqdədirsə, ikincisi də inkarda verməliyəm. People sözdə cəmdədir. Sonra should always, should'un özü ilə verəcəm. Birincisi təsdiqdədirsə, ikincisi inkarda olmalıdır. Shouldn't you? 44-də yenə birincisi təsdiqdədirsə, ikincisi inkarda olmalıdır. Mustn't say. 45-də reported, keçmiş zamanı bildirdiyinə görə C variantı. Cümlədə 46-da to be'nin forması var. To be'nin forması öz məsələni həll eləyir. Birincisi inkardadırsa, ikincisi təsdiqdə olmalıdır. Demonstrated keçmiş zamanı bildirir. Keçmiş zamanı diddən sual verdiyimizə görə Y variantı. 48-də should modal verbi, can'di. Onlar özləri məsələni həll eləyirlər. Birincisi təsdiqdədirsə, ikincisi inkarda verəcəm. 49-da da həmçinin birincisi təsdiqdədirsə, ikincisi inkarda verməliyəm. 50-də yenə modal verb var. 51-də will'in özü var. Yəni 52-də yenə will'in özü var. Baxıram görüm təsdiq inkar məsələsi varmı? Təsdiqdədirsə inkarı verməliyəm. İkincidə yenə təsdiqdədirsə mən yenə inkarı verməliyəm. 52-ci sualda birinci isə təsdiqdədirsə inkarı verməliyəm. 53-cü sualda cleaned keçmiş zamanı bildirir. Keçmiş zamanı olan variant isə yalnız C variantında var. 54-də respects indiki sadə zamanı bildirir. Birinci isə təsdiqdədirsə, ikinci hissəni inkarda verməliyəm. 55-də to be'nin forması var. To be'nin forması öz məsələni həll eləyir deyə was-la verəcəm. Sadəcə baxıram ki, her behavior, onun davranışı, söhbət davranışdan gedir və cansız olduğuna görə itlə əvəz edəcəm onu. 56-cı sualda haven't missed indiki bitmiş zamanı bildirir. İndiki bitmiş zaman birincisi təsdiqdədirsə, ikincisi isə inkardadırsa, ikincisi təsdiqdə olmalıdır. 57-də was var. Təsdiqdədirsə inkarda olmalıdır. 58-də look at keçmiş zamandadırsa didnans verəcəm A variantı. 59-da care indiki sadə zamanı bildirir. İndiki sadə zamanı do ilə does'dan sual verir. Ya A'dır ya Y. Amma you, mübtədəm you'dursa ona does'dan ya don'tdan verməliyəm. 60-da sounded keçmiş zamanı bildirdiyinə görə Y variantı. 61-də has always shown indiki bitmiş zamandır, təsdiqdədir. Ona görə hasn't-dan, çünki indiki bitmiş zaman özü həll eləyir. Enjoy indiki sadə zamanı bildirir. Do ilə does'dan sual verirəm. 63-də isə has been indiki bitmiş zamandır, təsdiqdədir deyə hasn't he. Has learned indiki bitmiş zamandadır. Has invited indiki bitmiş zamandadır. Has just happened. Have created hamısı indiki bitmiş zamandadır və bütün cümlələr təsdiqdə olduğuna görə ikinci hissə mütləq şəkildə inkara gedəcək. C. Sonra A variantı götürəcəm. Sonra A variantını götürəcəm. Növbəti sualımda D variantını götürəcəm. 68-də isə were var. Were təsdiqdirsə, ikincisi inkarda olmalıdır. Və mübtədəm there'dirsə və there'lə də verməliyəm. Məsələn, Z ilə verə bilmərəm. 69-da is varsa, to be'nin forması varsa, ikinci hissəni inkara atacaq. Amma bir şey yadımdan çıxdı ki, uşaqlar, my niece, mənim bacı qızım. Bacı qızı qadın cinsini bildirir deyə she ilə verəcəm, he ilə yox. Amma nephew olsa, nephew isə oğlan, yəni bacı oğlu, qardaş oğlu, kişi cinsini bildirir. Has been studying indiki bitmiş davam edici zamanda, indiki bitmiş davam edici zamanda has'ın özü ilə verir və cümlə təsdiqdə olduğuna görə inkarı götürürəm. 71-də məndən wrong, səhvi istəyir məndən. Gəlin baxalım. Souvenirs aren't say. Doğrudur. This souvenir təkdədir itlə verir və cümlədə is təsdiqi düzdür. Sonra souvenir shop məkanı bildirir. Onu mən itlə verməliydim, amma burada there-lə verib, səhv verib. Demək, isn't the souvenir shop next to the D-də problem yoxdur. Is the souvenir made of natural? Bəli, C variantı yanlışdır. Çünki isn't it olmalıydı. Isn't there yox. Burada ümumiyyətlə neçə testi? Bitirdik artıq. 72-ci sualda wrong istəyir. Wrong isə yanlış deməkdir. Isn't the media responsible for shaping public opinion? Problem yox, görmürəm. Is media often criticized for spreading problem görmürəm. Burada influences indiki zamanda da doesn't itlə verib. Place indiki sadə zamandadır, amma izlə verib. Niyə izlə verib ki? Does'la verməliydi uşaqlar. Nəyə görə does'la verməliydi? Çünki cümlə indiki sadə zamanda olanda does'la biz ona sual veririk. Cümlənin to be varsa to be'ni çıxardıb qoyuruq. Növbəti sualıma baxıram. Görüm mən özüm səhv görüm. The community will support young leaders. Want it. Onlar cümlə gələcək zamandadır. İnkarını verib. Isn't the community known for its strong tradition? Onlar deyir ki, cəmiyyət öz isn't the community. Onlar the community supports young leaders. Yenə eyni səhv.
İndiki sadə zamanda olan cümləyə islə sual verib, xeyr, doesla sual verməli idi. 74-də wrong səhv istəyir məndən. Poverty, kasıbçılıq deməkdir uşaqlar. Təkdədir. Onu islə, zeyirlə əvəz eləyə bilmərəm. Mən onu itlə əvəz eləməliyəm. Çünki poverty, kasıbçılıq nə? İt sayılır da. Necə ki, məsələn, Aysel she ilə əvəz eləyirsən, Musa sözünü məsələn he ilə əvəz eləyirsənsə, poverty sözünü də it ilə əvəz eləyəcəksən. 75-də wrong, yanlış istəyir məndən. Baxım görüm, yanlış görürəmmi? Demək, A variantına isn't addiction something. Birincisi something təsdiq sual cümləsində işlənməz. Bu, yəni ki, A variantı olacaq. Addiction affects mental health, doesn't it? Burada problem yoxdur. C variantında isn't addiction a serious issue among today's teenager? Deyir ki, addiction birisi nədir? Addicto konfetini yanınıza saxlayın ki, alüdəçilik deməkdir. Yəni bir şeyə alüdə olmaq. Deyir ki, alüdəçilik ciddi problem deyil yeniyetmələr arasında. Is addiction increasing due to peer pressure and is increasing. İndiki davam edici zamanda da problem görmürəm. Addiction is a growing concern in modern society, isn't it? Olmalıydı. Yəni cavabımız Y variantı olacaq. A-nı götürməyəcəyik. Çünki biz dərsimiz sırf disjunctive question'a əsaslandığına görə, yəni something-də takmayacağıq. Burada əsas problem odur ki, addiction sözü təkdədir və onu zeyirlə əzələyib. Cümlə əgər zera ilə başlayarsa, onda zeyir verəcəksiniz mübtədə yerinə. Yoxsa belə addiction nə? İt sayıldığına görə onu götürə bilmərsiniz. Oy. Sağ olun uşaqlar.